Peyğəmbəri sorğulamağa başlayanda ayağımın altındakı yerin sürüşdüyünü hiss etdim. Xristianlar mənə dedilər, o Bibliyada yoxdur. Bəs mən hara gedəcəkdim? Namaz qılırdım, amma içimdə bir boşluq var idi. İbadət edirdim, lakin xoşbəxt deyildim. Hər səcdədə sanki bir şeylər çatmırdı. Və düşündüm ki, yəqin problem məndədir. Bəlkə də mən düzgün ibadət etmirəm. O vaxtlar Şiə məzhəbində idim. Namaz qılırdım, dualar edirdim, amma qəlbimdə axtardığım o huzuru tapa bilmirdim. İçimdə daim eyni sual. Əgər bu yol doğrudursa, niyə mən bu qədər narahat hiss edirəm? Bu düşüncələr məni böyük bir qərara apardı. Əhli sünnə olmağa qərar verdim. Əhli sünnə dünyasına daxil olanda məni gözlədiyimdən çox fərqli bir mənzərə qarşıladı. Çoxlu məzhəblər, çoxlu cərəyanlar, bir-birinə zidd fikirlər, bir-birini təkfir edən, kafir elan edən insanlar. Mən sadəcə Allahı axtarırdım, amma qarşıma radikal qruplar çıxdı. Bilmədən bəzi qruplara qoşuldum və bunun ağır nəticələrini yaşadım. Başım çox bəlalar çəkdi. Ruhən yoruldum. Zehni olaraq dağıldım. Bir gün öz-özümə dedim, mən Tanrı ilə əlaqə qura bilmirəm. İxtilaflar, mübahisələr, qorxu və təzyiq mənim bütün diqqətimi dağıtmışdı. Allah yerinə firqələr danışılırdı. Sevgi yerinə qorxu aşılanırdı. Təxminən 9 ilə yaxın vaxtımı bu mühitdə itirdim. Axır vaxtlar artıq tam zəifləmişdim. Ruhum can verirdi və mən başqa yollar axtarmağa başladım. Bu dəfə hər şeyi kənara qoydum. Hədisləri, rəvayətləri, yalnız Qurana yönəldim. Bir müddət Quranlıları araşdırdım. Onlar hədisləri inkar edir, ancaq Quranla gedirlər. Bu mənə çox məntiqli gəldi. Dedim ki, bəlkə də qurtuluş buradadır. Amma 3 ilin sonunda gördüm ki, orada da ixtilaflar bitmir. Eyni ayəyə hərə bir cür məna verirdi. Qəlbim yenə rahat deyildi. Və o an gəldi. Mən artıq təkcə məzhəbləri deyil, İslamın özünü sorğulamağa başladım. Ardınca isə daha çətin bir mərhələ, Məhəmmədi sorğulamaq. Bu suallar məni Bibliyaya qədər apardı. Xristianlarla danışdım, Bibliyada Məhəmmədin izlərini axtardım. Amma onlar mənə dedilər ki, Bibliyada belə bir şey mümkün deyil. Cavabsız qaldım. Yenə tənha, yenə boşluqda. Amma bir şeyi dəqiq bilirdim. Mənim axtarışım hələ bitməyib. Bu yol məni daha fərqli qapılara aparacaqdı. Növbəti videoda bu yolun davamını, haraya çatdığımı və nə tapdığımı danışacağam. Abunə olun ki, bu səfərin sonunu birlikdə görək.